Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Mütaliəmizə davam edirik. Мысли посылают магнетический сигнал, который притягивает к вам все, что ему соответствует. Fikirlər göndərir maqnetik siqnal, hansı ki çəkir sizə hər şeyi, nə ona uyğundursa. Доминирующая мысль или мысленная установка – это магнит. Закон гласит, что подобное притягивает подобное. Domineruющая мысль, yəni üstünlüyü təşkil edən fikir, düşüncə ili мысленная установка, düşüncə ilə qurduğumuz nəsə, это магнит, bu magnitdir. Закон гласит, qanun səslənir, elan verir, что подобное притягивает подобное. Oxşar, oxşarı çəkir. Что burada kini bildirir də. Qanun səslənir ki, oxşar çəkir oxşarı. Следовательно, ментальная установка неизбежно притянет те явления, которые соответствуют ее природе. Mən burada yolları özüm əvvəlcədən dəyişmədim ki, sizə də göstərəm. Çünki siz kitab oxuyanda yo hərfinə rast gəlməyəcəksiniz. Harda necə işlənir özünüz görəsiniz deyə. Следовательно, yəni bununla bərabər, bunun müqabilində mentalная установка, yəni mental düşüncə olaraq olan o qurduğumuz qaçınılmaz olaraq çəkər həmin hadisələri, hansılar ki uyğundur onun təbiətinə. Мысли подобны магнитам, и они имеют определенную частоту. Fikirlər maqnitlərə oxşuyur və onlar sahibdirlər müəyyən tezliyə. Sahibdirlər burada həm də bu nə deməkdir? Onların, belə tərcümə edə bilərik ki, onların müəyyən tezlikləri var. Tezliyi var daha doğrusu. Burada bir fonetik qaydanı da deyim. Ça, haçan ki vurğu çanın üzərində deyil, biz ça kimi oxumuruq. Deyirik ç kimi. Hamınız bilirsiniz, çası yazılır, amma həmişə deyirik çısı. Niyə? Çünki udareniya axırdadır. Ona görə də çistatu, görürsünüz burada da sondadır. Udareniya onun üzərindədir. Ona görə biz bunu ı kimi oxuyuruq, onu da a kimi oxuyuruq. Deyirik çistatu. Когда вы думаете, ваши мысли летят во Вселенную и магнетически притягивают подобное все, что находится на той же частоте. Haçan ki siz düşünürsünüz, sizin düşüncələriniz kainata uçurlar, yəni gedir, yayılır и магнетически притягивает подобное, magnetik şəkildə oxşarı çəkir. Oxşar olan hər şeyi nə yerləşir həmin tezlikdə. Yəni həmin tezlikdə olan, oxşar olan hər şeyi magnetik bir şəkildə çəkir. И посланное в мир возвращается к своему источнику, а этот источник вы. Və göndərilən dünyaya göndərilən qayıdır öz mənbəyinə. Bu mənbə isə sizsiniz. Работу мыслей можно представить так. Düşüncələrin işini bu cür təsəvvür etmək olar. Yəni onlar necə işləyir? Нам известно, что телебашня передает сигналы на определенной частоте. И эти сигналы превращаются в картинки на экране вашего телевизора. Bizə məlumdur ki, telebашня, televiziya qülləsi, başnya özü qüllə deməkdir. Televiziya qülləsi ötürür siqnallar na определенной частоте. Müəyyən tezlikdə siqnallar ötürür. И эти сигналы və bu siqnallar превращаются, çevrilir в kартинки, rəsimlərə на экране вашего телевизора. Sizin televizorunuzun ekranında
ki resimlərə çevrilir. Многие из нас на самом деле не понимают, как это работает, но мы знаем, что у каждого канала есть своя частота. И когда мы настраиваемся на нее, то видим образы на экране. Bizdən çoxumuz əslində başa düşmür ki, как это работает. Başa düşmür bu necə işləyir. Но мы знаем, amma biz bilirik ki, у каждого канала есть своя частота. Hər kanalın öz tezliyi var. И когда мы настраиваемся на нее və haçan ki biz köklənirik ona, yəni частота, o həmin o tezliyə, ona görə burada qadın cinsidir, то видим образы на экране. Onda görürük ekranda obrazları. Переключая каналы, мы выбираем частоту и получаем изображение, передаваемое по данному каналу. Kanalları çevirerek, bu burada D причастияdır. Bakın çevirerek. Мы выбираем частоту. Biz seçirik tezliyi и получаем изображение və əldə edirik, alırıq təsviri, передаваемое по данному каналу. Hal-hazırki olan kanalda, o çevirdiyimiz kanalla ötürülən təsviri əldə edirik. Если мы хотим видеть в нашем телевизоре другие образы, то меняем канал и настраиваемся на новую частоту. Əgər biz в нашем телевизоре, bizim televizorumuzda görmək istəyirik başqa obrazları, əgər biz öz televizorumuzda başqa obrazları görmək istəyiriksə, то меняем канал, onda kanalı dəyişirik и настраиваемся və köklənirik на новую частоту, yeni tezliyə köklənirik. Вы передающая станция в человеческом теле, причем куда более мощная, чем любая из построенных на Земле. Siz передающая причастияdır, yenə передать feilindən düzəlib, daha doğrusu передавать feilindən düzəlib, NSV-sindən. Siz ötürən, yəni stansiyasınız insan bədənində, yəni insan bədəninin içində. Причем özü də куда более мощная. Куда более belə biz tərcümə etmirik, bu Azərbaycanda belə olacaq. Ən güclü, yəni təsəvvürünüzə gətirməyəcəyi dərəcədə güclü. Чем любая, nəinki digər hər hansı bir yer üzərində tikilmiş stansiyalardan, yəni daha güclü bir ötürücü stansiyasınız. Вы самый мощный передатчик во Вселенной. Siz kainatda ən güclü ötürücüsünüz. Излучаемые вами волны создают вашу жизнь, создают мир. Sizin vasitənizlə, творительный падеж. Излучаемый, bu da причастияdır. Sizin vasitənizlə yayılan dalğalar yaradır sizin həyatınızı, yaradır dünyanı. Ваш сигнал летит дальше земных городов и стран. Sizin siqnalınız uçub gedir yerdəki şəhərlərdən və ölkələrdən də o tərəfə. Он отзывается в каждом уголке Вселенной. O əks-səda verir. Yəni отзыв sözünü bilirsiniz də, yəni bir şeyə cavab olaraq vermək. Yəni bu siqnal ötürülür və əks-səda verir ətrafdan в каждом уголке Вселенной. Kainatın hər bir küncündən və yaxud da nöqtəsində, uğul özü künc deməkdir, və yaxud da hər bir bucağında, bu cür də deyə bilərik. И вы транслируете этот сигнал своими мыслями. Və siz ötürürsünüz, yayımlayırsınız bu siqnalı öz düşüncələrinizlə. Картины, которые вы мысленно передаете, появляются не на экране телевизора в вашей комнате. Это картины вашей жизни.
Resimlər, təsvirlər, hansıları ki siz düşünce olarak ötürürsünüz, передаете, появляются, meydana gəlirlər, üzə çıxırlar, yaranırlar. Не на экране телевизора в вашей комнате. Sizin otağınızda olan televizorun ekranında değil. Это картины вашей жизни. Bu sizin hayatınızın resimleridir. Ваши мысли создают определенную частоту, притягивают на этой частоте подобные мысли, а затем возвращаются к вам обратно в виде kартин вашей жизни. Sizin düşünceleriniz yaradırlar müəyyən tezliyi, притягивают на этой частоте, bu tezlikdə çəkirlər подобные мысли, oxşar fikirləri, а затем və onun ardınca, затем bir şeyin ardınca deməkdir. Возвращаются к вам обратно. Sizə geri qayıdırlar в виде kартин вашей жизни. Sizin həyatınızın resimləri şəklində sizə geri qayıdırlar. Если вы хотите что-то изменить в жизни, просто переключите канal. Əgər siz istəyirsinizsə nəyisə dəyişmək həyatda, sadəcə olaraq kanalı çevirin. Настройтесь на другую частоту. Köklənin başqa tezliyə. İzminib мысли. İzminit feilindən yaranan deyib prичастияda. Fikirlərinizi dəyişib. Yəni fikirlərinizi dəyişib başqa tezliyə köklənin. Вибрации мысленных сил тончайшие, а потому могущественнейшие из всего сущего. Fikirlərin gücünün titrəyişi, vibrasiyası ən incə həm də ən güclü olandır bütün yaradılmışlardan, bütün mövcud olan hər şeydən. Могущественнейший və тончайший burada sifətin üstünlük dərəcəsidir. Sonra Боб Проктор. Представьте, что живете в роскоши, и вы притянете ее к себе. Təsəvvür edin ki, yaşayırsınız. Roskaş çox təmtəraqlı, lüks deməkdir. Yəni ki, hər şey sizdə çox yaxşıdır. Belə bir vəziyyətdə yaşayırsınız. И вы притянете ее. Və siz onu çəkəcəksiniz к себе, özünüzə. Roskaş ş hərfi və məhki znakla bitir və belə sözlər də ş və məhki znakla bitənlər qadın cinsinə aiddir. Ona görə burada ее olaraq bildirilib. Yəni onu, həmin o lüksu, yaxşını özünüzə çəkəcəksiniz. Это работает всегда и для всех. Bu həmişə işləyir və hamı üçün işləyir. Когда вы думаете, что живете в роскоши и благополучии, вы мощно и сознательно определяете свою жизнь с помощью закона притяжения. Siz haçan düşünürsünüz ki, lüks yaşayırsınız və rifahda, bolluqda yaşayırsınız, вы mощно, siz güclü və şuurlu şəkildə müəyyənləşdirirsiniz öz həyatınızı. С помощью закона притяжения, cazibə qanununun köməkliyi ilə. Все очень просто. Hər şey çox sadədir. Но тогда встает самый очевидный вопрос. Amma belə olan halda ən bariz, ən bəlli olan sual qalxır, sual ortaya çıxır. Почему не все живут так, как mечтают жить? Nəyə görə hamı arzuladığı, xəyal etdiyi kimi yaşamır? Görürsünüz, burada все dəyişmədim, burada dəyişdim. Bunu çox insanlar səhv salır. Biz hər şey deyiriksə, всёdur. Hər kəs deyiriksə, hamı deyiriksə, всеdir. Bu qədər əziz izləyicilər, bugünkü mütaliəmizdə bu qədər. İnşallah növbəti dərslərimizdə görüşənədək. Sağ olun.